Şadlıq sarayından xəyal qırıqlığı, söz verilən xidmətlər göstərilmədi. Son zamanlar Şadlıq sarayları ilə bağlı şikayətlər artmaqdadır. Növbəti şikayətlərdən biri də Sumqayıt şəhərində fəaliyyət göstərən Sevgilim Şadlıq sarayı ilə bağlı olub. Belə ki, 25 may 2025-ci il tarixində söz gedən Şadlıq sarayında keçirilmiş toy sahibi sifariş verdikləri 40 manatlıq menyuda göstərilən yeməklərlə Şadlıq sarayının təqdim etdiyi xidmətlər arasında ciddi uyğunsuzluq olub. Toy sahibləri bildirir ki, menyuya daxil olan yeməklər qonaq siyahısına uyğun təqdim edilməyib. Xidmətçilərdən dəfələrlə yemək tələb edilsə də uzun müddət cavab verilməyib. Kabab kimi əsas yeməklər isə cəmi bir neçə tikə ilə kifayətlənib. Hətta sadə içkilər, o cümlədən su belə vaxtında gətirilməyib. Əlavə olaraq əvvəlcədən razılaşdırılmış 50 manatlıq xınayaxtı, davul xidməti və 30 manatlıq fotoalbomun hədiyyə ediləcəyi bildirilsə də bu vədlər də yerinə yetirilməyib. Toy sahibləri bu halı açıq şəkildə aldadılmaq kimi qiymətləndirirlər. Sumqayıt TV olaraq məsələnin ciddiliyini nəzərə alaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla və hüquqşünas Ramin Süleymanovla əlaqə saxlayıb Şadlıq evləri ilə toy sahibləri arasında sonradan mübahisələrin meydana gəlməməsi üçün razılaşmanın hüquqi aspektlərini araşdırmağa çalışdıq. Bildirmək istəyirəm ki, birinci növbədə vətəndaşlar özləri bilməlidirlər ki, müraciət edən zaman Şadlıq evinə onlar qabaqcadan hər hansı bir təqvimdəki günü bron elədikləri üçün beh ödəyirlər və bu behlə bağlı hər hansı bir çek və yaxud da ki, müqavilə və yaxud da ki, hər hansı bir digər sənəd təqdim olunmur. Bu özü qanun pozuntusudur və eyni zamanda vətəndaşın da gələcəkdə risk daşımasına səbəb olur. Ona görə də vətəndaş ödədiyi deməli behin çekini tələb eləməlidir və bu behə görə hətta əgər ehtiyac varsa beh müqaviləsi belə bağlanmalıdır. Çünki məbləğ kifayət qədər böyük olur və bunun nəticəsində gələcəkdə hər hansı bir risk olmaması üçün ən azından kassa çekini beh qeydi ilə əldə etməlidir. Ümumilikdə isə burada şərtlər razılaşdırıldığına görə, daha doğrusu şərtlər müzakirə olunub, razılaşdırıldığına görə restoran tərəfindən menyu qiymətlərinə uyğun olaraq deməli, hər hansı bir isti və soyuq qəlyanaltılar, o cümlədən içkilər təqdim olunur. Bütün bunların hamısı tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir və bu müqaviləyə uyğun şəkildə onların arasında belə deyək də, həmin şərtlər razılaşdırılır. Amma bəzən, tutaq ki, restoranın təqdim etdiyi 40 manatlıq menyu və orada nəzərdə tutulmuş isti və soyuq yeməklər, o cümlədən içkilər, deməli, restoran tərəfindən təqdim olunmadıqda tərəflərin heç biri, belə deyək, sübut eləyə bilməyəcəkdir. Və hətta müştəri ona verilmiş olan menyu kağızını belə gələcəkdə məhkəməyə təqdim etmiş olsa belə, restoran rəhbərliyi belə o halda qeyd eləyəcək ki, bu kimdənsə əldə eləyibdir və bununla bağlı sübutlar qismindən çıxardıla bilər. Ona görə tövsiyəm ondan ibarətdir ki, mütləq şəkildə mülki məcəllənin tələblərinə uyğun olaraq müqavilə bağlanılmalıdır. Ödənilən hər bir manatın çeki tələb olunmalıdır. Bu bir vətəndaş borcudur həm də. Ona görə ki, Şadlıq evləri bu günlərin vergilərdən dəhşətli dərəcədə yayınırlar və onlar, belə deyim də, rəsmi heç bir kassa əməliyyatı etmirlər və etdikləri kassa əməliyyatların böyük çox faiz hissəsi də deməli, yalançı əməliyyatlardır. Ona görə də vətəndaş da gələcəkdə bu riskdə olmasın deyə mütləq şəkildə deməli, ödənilmiş pulunun çekini tələb eləməlidir və tərəflər arasında şərtlərin dəqiq müəyyən olunması üçün müqaviləni tələb eləməlidir. Menyuda razılaşdırılmış məhsulları süfrəyə qoymursa, belə olan təqdirdə vətəndaş məclisin sonunda hesablaşma zamanı nəzərdə tutulmuş, amma təqdim olunmayan yeməklərin, salatların, içkilərin
pulunu hesablanmaqla ümumi menyudan silinməsini tələb eləməyə tam haqlıdır. Əgər bu olunmazsa, o zaman vətəndaş da pulu ödəməkdən imtina eləyə bilər və tərəflər arasında yaranmış mübahisə məhkəmə müstəvisində həll olunmalıdır. İhmallar birmənalı şəkildə istehlakçıların hüquqlarının pozulması məsələsidir. Şadlıq sahələrində çox böyük illər boyu davam edən istehlakçı hüquqlarının pozulması mövcuddur. Bunun bir neçə səbəbi var. Qlobal səbəbi budur ki, qanunlar istehlakçı hüquqlarını qoruyan qanun zəifdir. 95-ci ildə qəbul olunub qanun. Ondan bəri qanun dəyişilməyibdir və çox yaxşı haldır ki, bu ilin fevral ayından İqtisadiyyat Nazirliyinin tabeliyində olan Anti-İnsar və Bazara Nəzarət Dövlət Xidməti Prezident Administrasiyasına tabi olan bir quruma çevrildi. İndi o Prezident yanında Anti-İnsar və Bazara Nəzarət Dövlət Agentliyidir. Lakin fevraldan bəri bunlarda da bir dəyişiklik görməmişik təəssüf. Görünür köhnə komandada dəyişiklik olmalı. Birinci, qanunlar dəyişməlidir. İkincisi, şadlıq saraylarında olan bir çox problemləri həll etmək üçün Nazirlər Kabinetinin təsdiq etdiyi bir müqavilə lazımdır. Müqavilə forması lazımdır və belə bir müqavilə forması yoxdur. Müqavilə ümumiyyətlə bağlanmır, şifahi olur. Toy başlayandan sonra özbaşınalıq başarır gedir. Və əgər istehlakçının sifariş verənin şahidləri olarsa, müəyyən məhkəmə iddiası ilə bir nəticə əldə etmək olur. Əks halda heç bir hüquqi nəticədə əldə etmək olmur. Bu çox ciddi ayrılmış. Yəni danışılanla xidmət göstərənin fərqi arasında olan bu fərqi sübut etmək üçün çoxlu necə deyirlər, çoxsaylı problemlər mövcuddur. Bunları sübut etmək üçün gərək şahidlər olsun və ya müqavilə olsun. Ağıllı sifarişçi mütləq yazılı müqavilə tərtib etməlidir. O müqavilədə onun hüquqları göstərilməlidir və s. Lakin şadlıq sarayları məsələsinə tələb təklifi üstələdiyindən orada növbələrdir. Şadlıq sarayları deyir, xeyr, mən səninlə əməkdaşlıq eləmirəm. Tələb təklifi üstələdiyindən keyfiyyətsiz xidmət meydana çıxır. O xidmətlərdən biri də budur. Bu sayədə ciddi problemlərdən biri verilən külli miqdarda pulun əvəzində kassa çekinin verilməməsi məsələsidir. Bütün bu işlər gərək müəyyən müqavilə ilə tənzimlənsin. Çox təəssüf ki, belə bir müqavilə yoxdur. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Belə hala rast olan istehlakçı 012 599 76 00 telefonu ilə Anti-İnsar qurumuna məlumat vermələrini tövsiyə edirəm. İzləyici deyil, dost qazanırıq. Abunə ol və bizə qoşul.